Göz açandan mən, həmişə bu yolu keçimə gedib gəlmişik bağlarımıza. Uşaq vaxtından ta bugünkü günəcən. Elə uşaq vaxtından eşitmişəm, elə bura çatanda əmim rəhmətli gəldi, bura Şabran yoludur. Bura Şabran yoludur. Onu da sonralar yaşlandıqca bilir ki, bu o Şabran hardisi ki, Dövətçi tərəfdə harda deyirlər elə bir. Şabran kənd olub, şəhər olub, onu bilmirəm. Bu yol gəlib gedib, ancaq bütün bu kətlərdən Saray, Novxanı, Fatmi, Pirşağı, Kürdaxanı gəlib Babaya gedib düz Məşdağıya, Məşdağdan da o bir kətlərə yəqin gedirmiş. Onu mən bilirəm dəqiq ki, budur. Ən qədim yoldur, bir də bunu keçən bizim kətdən Piçaqçı yolumuz var, Piçaqçı yolu deyirdilər. Dənizə gedir söykəmiş, Kürdaxanadan dənizə. Bu kəndin adı Kordaxan bu, olub əslində, indi Kürdaxanı deyirlər. Bura bıçaq düzəldən yer olub güya, ərəb dilində eləncə, hətta dənizdən, otdan da gəlirlərmiş, bura kəndə bıçaq, xəncər, nə düzəltdirməyə, belə bir şey. Onun da məlumatım ona görə, yoxsa mən Türkmanlar kimdə paraxodla güya gələrlərmiş, lotqələrlə, nə bilim, o yolla, Piçaqçı yolu ona görə onun adı qalıb. Amma mən də uşaq vaxtımdan göz açmışıq, Piçaqçı yolu eşitmişik, bu da ki Şabran yolu. Başqa mən daha tarix, kitab, dəftər oxuyan da öyrən, bilmirəm. Bu eşitdiyimdən ancaq bunu, o uşaq vaxtında bütün bu kəndin həndəvəri, hər tərəflər zəfəran əklərdi, bağça deyirdilər ona, zəfəran bağçası. Bizimlə birgədə olurdu da, deyəsən, o ən yaxşı. Bura lap da müsibət burada. Sonralar, su gələndən sonra, bu torpaqlarımız bizim Kürdaxanın kanal su gələndən sonra su bası, suyun səviyyəsi çıxdı demək olar yerin üzünə. Zəfəran, indi də əksən olar, indi əlimizdən çıxıb, indi əkirsən olur, azmaz. Əgər soğanın tapsaq, əkəri gəlir bizdə də olur. Torpaq özü yetişdirmək... Yaxşı zəfəran, kalxozun o vaxtı sahələr, bütün cəmaat, arvaşaq, bütün... Bir də Kürdaxanın məşhur hansı bitkisidir, qədim bitkilərdən biri o meynələrimizdə? Ağşanı, sonra Qaraşanı, daha o Kürdaxanın eşitdiyimizə görə deyir, o kalxoz vaxtı, o vaxtı Stalin üçün də buradan Ağşanı, Qaraşanı, kalxozdan, kalxoz sədri, Balaş göndərilmiş. Buradan o gedirmiş deyir ora, Moskvaya. Hətta Kreml aparırlardı yəni? Vallahi mən eşitmişəm, da görmə, Stalin üçün ora Ağşanı, Qaraşanı buradan gedib. Burada hər iqlim o sən deyən kimi, biz həmə əsas o qumdan, buraya sonra gəldilər, bu Peşağda ad verdilər də, Qızılqum
Bu qum ki var, bu üzümün birinci növbədə o ki, qumun üstünə o meynələrimiz ki, bizim indi o yuxarıda əkirlər, o bir köpük üzümə o yaxşı deyil. Safxozlarda, hamısında, yuxarıda. Yatır qumun üstünə, qumdan da elə bir qida alır o ki, o qum istiləşdikdən üzüm qumun üstündə qıpqırmızı qızarı, axşamı çillənir, görürsən, hətta adam boğazını yandırır yeyəndə, belədir ya. Keçmişdə bildiyiniz kimi hamısı beləncik hamamlar olur. Çünki hər kətdə bir dənə, iki dənə və ancaq bu qaydada hamamlar, üstü günbəzli olurlar. Bu da bizim kətdə də mən də göz açandan, mənim indi 70 yaşım var, göz açandan belə görmüşəm. 5-6 yaşımdan mən əmimlə bu hamama gəlib gedmişik. Cəmaat gələrdi, bir də hamamçı vardı. Çıxanda pulu verirdin, 15 köpük idi o vaxt Sovet var. Əsas paklik, təmizlik, hər variyə. Sonra get-gedə cəmaat ki, dəb düşdü evlərdə qazlar gələndən sonra cəmaat hamısı evində hərdən biri tikdirdilər ki, bu hamam demək olar ki, cəmaat daha gələn olmadı. Hamı öz evində çimirdilər, daha bu hamama gələn olmadı. Uçandan da bağlanır, Hacı Zeynal hamamıdır, yazılıb 17-ci əsrdə tikilən özdə yaxşı, böyük əqrəbədilər, hal-hazırda da onun o qədər nəvə nəticələri də vardı, o kətdə çoxdular. Allah rəhmət eləsin. Bunlarda skameykalar var idi. Keçib soyunardı hər kəs paltarını. Fitiyə tutardı, hamı fitə tutardı özünə. Bunun içərisi su ilə dolu olurdu. Bu çərxi öz idi. Soyunandan sonra düşüb gedib, içəridə çimirdik. Cəmaat çimərdi, bir mən yox, özdə günlə idi ya. Bugün məsələn cüt günlər kişilərin günü olurdu, tək günlər qadınların bu qaydada olardı. Gedib çimərdik, gələndə əsas söhbət var buradadır. Gələndə, hamamdan çıxıb gələndə demək bax, gedib çimərdik. Bura əsas, həmişə işıqlı olurdu. Görürsünüz də, buradakı, burada bir adamın başına bir gilə damcı düşməzdi. Çünki o yuxarısı ki, günbəzdür, yəni günbəz formada tağdır. Ona görə də bu pakliğin birinci əlaməti odur ki, heç kimin başına damcı bir dənə heç yerdə düşməzdi. Hər yer, görürsünüz, tağdır. Buradan 2 dənə krant var idi. Buradan, bu yerdən. Biri isti su, biri soğuk su. Deməli, görürsünüz, oradan, bayırdan bir dənə, ora xəzinə idi. Xəzinə deyirdilər, orada su dolu olurdu, ağzınacan, o su bıraxan yer yox idi. O, Gülxan o üzdə vardı, Gülxanı yandırırlar altını, ocaqxana, bəli, Gülxan deyirdilər ona. Orada yanırdı, o yoğun dəmir torba keçirdi o suyun içindən, o içindən onun yanacaq. Orada kıfılı da vardı üstündəki, orada adam zad girməsin xəzinəyə. Orada dolu su idi.
isti su, ancaq isti su. Dəmir yoğun turba keçirdi onun içindən, o yanacaq o içindəki mazotla yanırdı o vaxtlar. Onun içi ilə alo, sonra tüstüsü gedən o istiləşirdi, bərk isti olurdu, suyu qızdırırdı. Da qaynar dərəcəsində yox. Bayırdan da həmən qıraq tərəfdən gətirib krantın orada qoymuşlar, isti suyun yanında. Vedrəsinə hər kəs vannasına su alırdı, otururdu qatarnama buralarda, çimirdi cəmaat. Mən də o cümlədən su axıb gedirdi. Bunun altında, buradan keçən yerlər o kanalizasiyanın turbaları olub. Ki bayırı har axırdı, bayırda böyük dərə yer var idi də, gedib su, çirkab su ora axınırdı. Sonra, belənçük, hamısı çimirdi, su tökürdü başına, biri-birinin. Kiçiklər əl-axsız, hörmət əlaməti olaraq böyüklərə su alardılar, başlarına tökərdilər qocaların, yaşlı adamların, qulluq əlaməti ilə də ona hörmət əlaməti olaraq. Ey Allah'ım beni senden ayırma. Ey Allah'ım beni senden ayırma. Beni Dayandığımız yerdə Köləxan qəsəbəsinin ən qədim tarixi ocaqlarından biri, ya dəqiq desək, dini ibadət yerlərindən biri olan məscidin həyətindəyik və dayandığımız yer qədim məscidlərdən biri olan həmin məscidin həyətindəyik ki, bu məscid özü iki hissədən ibarətdir. Bu hal-hazırda gördüyümüz hissə birinci hissədir və bu gördüyümüz hissə isə ikinci hissədir. Daha doğrusu indi operatorun sizə təqdim edəcək və birinci hissənin ikinci hissənin fərqi ondan ibarətdir ki, birinci hissə əgər 15-ci əsrdə, dəqiq tarixində isə 1444-cü ildə inşa edilmişdir. Təbii ki, bu Şirvan zonasına daxil olduğu üçün Şirvanşahlar şahlığının dövründə tikilmişdir və ən dəqiq tarixini desək, bu əxi bir cəmiyyət olub, əxilər cəmiyyəti olub və o cəmiyyətin dövründə tikilən məscidlərdən biridir. Amma baxmayaraq ki, onun üzərində 1444-cü il yazılıb və bəzi mənbələrə görə bu onun tarixi bir qədər də uzağa gedir. Çünki əxiçilik cəmiyyəti bildiyimiz kimi Azərbaycanda 10-11-ci əsrə aid bir cəmiyyətdir və ona görə də bu məscidin tarixini bir qədər də o dövrə salmaq olar. Amma sonradan bu əhalinin sıxılığı çoxaldıqca, əhalinin sayı artımı təbii ki artdığına görə məscidin ikinci hissəsi inşa edilmişdir. Bu da Hacı Cəfərqulu bəyin öz şəxsi bütçəsindən ayrılmış pul hesabını tikilmiş məscidin ikinci hissəsidir. Və bu gördüyümüz hissə operator göstərirsə ikinci hissədən ibarət. Hər bir tarixi abidənin olduğu kimi bu abidənin də üzərində bu abidənin tikilməsi və onun inşa edilməsi haqqında məlumat var. Və gördüyünüz bu həmin yazılar bunu təsdiqləyir və bayaqki söhbətimizin davamı olaraq qədim məscid forması kiçik bir qapıdan ibarət olmuş. Bu da əxi cəmiyyətin bir daha sübut edir ki, onların formasında tikilən balaca bir... Çünki onlar əsasən kiçik hücrələrə üstünlüyü verirdilər və bu qapının forması da bunu göstərir. Və məlum məsələ bu qapı sonradan deyək ki, inşa edilən qapılardan biridir. Çünki hər bir tarixi abidə kimi bu tarixi abidədə Sovet dövründə bir növ assimilasiya məruz qaldı. Bu gördüyümüz daş kitabələr də məscidin ətrafında tapılan və içərisində tapılan daş kitabələrdir. Bunlar uzun müddət qorunub saxlansa da sonradan əsasən də bu 90-cı, 80-ci illərin sonlarında
Şimdi təmir adı altında briqada göndərilmişdi bu məscidi təmir etmək və hər yerdə olduğu kimi bu bizim mənfi qonşularımızın olan çirkin niyyətləri özünü bir daha sübut elədi. Yəni burada işləyən erməni ustalar təmir adı altında bu daş kitabların məhvi ilə məşğul olmuşdular. Yəni bəzilərini məhv etmişdilər, bəzilərini deyək ki, üzərindən örtük çəkməklə itirmək istəmişdilər. Bu sonda bu daş kitablar kiçik bir söz qorunub saxlanılmışdı. Və bu qəbrüstü abidələrdir bəziləri, bunlar da və onun qədimliyin bir daha sübut edən qəbrüstü abidələrdir, bunlar da saxlanılmışdı və bu haqqında da məlumat verilmişdir təbii ki, müəyyən mənbələrə. Onlar öz əksini öz kitablarda və xüsusi qeydiyyat tapılmışdı, qeyd olunmuşdu. Bayaqki söhbətimizin davamı olaraq bir daha göstərmək istəyir ki, həmin o kitabənin, qədim məscidin tarixinə aid yazılan kitabənin hissəsi, o həmin formasını orada saxlayır. Amma baxmayaraq ki, olan mənfi niyyətlərindən sonra da bizim tarixçilərimiz dəqiqləşdirdilər ki, bu həmin kitabədə yazıldığı kimi məscid Hicri tarixi ilə 1315-ci ildə, yəni bayaq dediyimiz 19-cu əsr 1897-ci ildə inşa edilmişdir və həmin o şəxs ki, haqqında da məlumat verir burada. Allahın adı və Hacıların yaxşısı Kürdəxanlı Hacı Cəfərqulu Əbdülrəhimoğlu'nun böyük mübarək məscidi xalqa vəqf etdi. Və ustanın adı yazılır, Nadiranlı usta haqqında məlumat verilir. Yəni bu təbii ki, öz formasını saxlayır. Bu məscidin biz indi əsas binasında, yəni əsas hissəsində yerləşirik. Amma bayaq dediyimiz kimi faktiki əsas hissə, yəni köhnə hissəsi, qədim hissəsi daha sonra hissə olmuşdur. Sonradan məscid genişləndilərək bu formaya salınandan sonra, yəni 19-cu əsrdə əsas hissə bu hissə çevrilmişdir. Və ona görə də həmin hissə qadınların, yəni müsəlman şəriət və qanunlarına görə qadınlarla kişilərin ibadəti ayrı-ayrı formalı, yəni ayrı-ayrı olduğu üçün həmin hissə qadınlara verilmişdir. Və indi hal-hazırda məscidimiz fəaliyyət göstərir. Həmin hissə qadınlar üçün, bu hissə kişilər üçün, yəni ibadətə gələn kişilər üçün nəzərdə tutulmuşdur. Və bütün məscidlərdə olduğu kimi bu da günbəzli formasındadır. Bunu da daim yəni göstərmək, təbii bilmək olar ki, bu günbəzli forması xüsusi bir memarlıq abidəsi olduğunu və daha doğrusu bu əsas forma verir buna. Bu da minbərdir, gördüyümüz kimi və bu da məscid Kürdəxanada insanların ibadət etdiyi məscidlərdən biri. Adətən bu bütün Abşeron kəndlərində olduğu kimi baş kəndlərində, Kürdəxani kəndində də çox gözəl adət-ənənələrimiz olub. İndiyə qədər onlar demək olar ki, yaşayır. Məsəl üçün bizim də toy adətlərimiz. Toy adətlərimiz düzdür, qabaq çox ağır toylar olardı kənddə məsələn. Bir toy 3 gün, 4 gün. Bir gün qohum-əqrəba yığışardı, bir gün qıraqdan gələnlər, bir gün nə bilim, belə-belə. Sonradan onlar yavaş-yavaş, demək olar, illər keçdikcə. Amma mən eşitdiyimə görə burada toylar çox ədəb, mərifətlə, qayda ilə. Çünki ancaq çalğıçını, xanəndəni toyda görərdilər. Heç yerdə onu görmək müyəssər deyildi. Ona görə bu cəmaat üçün çox böyük əyləncə idi. Bura məşhur xanəndələr gələrdi. Cabbar Qaryadoğlu, Seyid Şunski, İslam Abdullayev, Keçəçoğlu Məmməd, Zülfad Gözəlov, Xan Şunski və ilə axır sonradan gələn nəsil, gözəl sazəndələrimiz gələrdi bura. Biz onlara həsrətlə baxardıq. Adətlərimizin yaşamağı demək olar ki, bizim millətin yaşamağı. Düzdür, dilimiz özü də dilimizlə, Azərbaycan dilini təmiz danışır. O da bizim adətimizdir. O da deyərlər, onu bu milli xüsusiyyətlərimizi biz həmişə qoruyub saxlamalıyıq. Çünki gələcək nəsil görsün ki, doğrudan da Kürdəxani qəsəbəsində nə gözəl adətlər var. Çünki o gələcək nəsil də, o sonradan gələn nəsil də bu təkrarlansın. Mən deyirəm ki, bu adətdə itməsin. Adətdə itəndən sonra heç bir şeyin ləzzət olmur. Mən bayağı qeyd elədim də, süfrəyə düzgünən, nə edərlər, hər neymət
Amma o bayram vaxtı ki, bizdə o şəkər bura paxlava pişirilir ha. Onun görsən misli yoxdur. Yəni, bu da bir adətdir. Onu hər vaxt görsən bazarda satılır, hər yerdə şəkər bura satılırlar. Amma bayram paxlavası, bayram şəkər burası, bayram oraları daha insanlar üçün. Mən sözümü necə yekunlaşdırıram? Deyərəm ki, mən yəni, ürəklə deyirəm ki, qoy bizim adətlərimiz həmişə yaşasın. Onu yaşatmaq üçün də bizdən, yəni ki, bizim hal-hazırda Kürdəxanı qəsəbəsində böyük, yəni ki, böyüklərimiz var. Onlar da məclislərimizdə həmişə adətlərdən danışırlar. Bu adətləri yaşatmaq üçün əllərindən gələn eləyirlər. Bizim də borcumuzdur ki, adətlərimizi yaşadaq və gələcək nəslə çatdıraq. Qədimdən qədimsən, bilinmir yaşın, mənə çox əzizdir torpağın, daşın. Düşmən qarşısında ucadır başın, onu diz çöktürüb zəfər çalmışsan. Bənzərsiz olursan yaz töhfəsində, qışın da gözəldir öz növbəsində. Mövcud təbiətin hər lövhəsində, gah cavan görünür, gah qocalmısan. Elmin tükənməzdir, əxlaqın bitməz, İslamı ehtiram deməklə yetməz. Çıxdığın zirvəni kimsə fəth etməz, şərəf kürsüsünə tək ucalmısan. Adın Kürdəxanı bəllidir əlbət, tapasan daima aləmdə şöhrət. 80 də müsibət, əziyyət, zillət, rəqət təxtına dəvət almısan.